Rusiya və ABŞ prezidentlərinin Budapeştdə planlaşdırılan görüşü öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib. Məlumata görə ölkənin xüsusi xidmət orqanları yüksək səviyyədə hazırlıq rejiminə keçib. Hətta bu prosesə həm Rusiyalı, həm də Amerikalı mütəxəssislər cəlb ediləcək. Əsas diqqət təbii ki, Kreml rəhbərinin Macaristana gedişidir. Məlumdur ki, Avropa İttifaqının Rusiyaya qarşı davam edən sanksiyaları və hava məkanı məhdudiyyətləri səbəbindən Rusiya hökumət təyyarələrinin Avropanın əksər hissəsi üzərindən hücumu qadağan edilib. Xüsusilə də Polşa, Rumıniya, Baltik ölkələri, Latviya, Litva, Estoniya və hava məkanını bağlayan digər dövlətlərdə. Buna görə də Macarıstan səfər üçün daha uzun və çətin marşrutlar seçilib. Son məlumatlara görə təyyarə Xəzər dənizi üzərindən keçərək İran, Türkiyə, Aralıq dənizi, Montenegro, Serbiya və Macarıstan istiqaməti ilə hərəkət edəcək. Uçuş zamanı təyyarəyə həm Türkiyənin, həm də Rusiyanın qırıcıları müşahidə edəcək. İndiyədək baş verənlərə nəzər yetirsək deyə bilərik ki, Budapeşt görüşü adi diplomatik təmasdan daha geniş məna daşıyır. Görüşün Rusiya-Ukrayna müharibəsinin gedişinə və regionda sabitliyə dolayı təsir göstərə biləcəyi də istisna edilmir. Bu görüşlə Rusiya-Ukrayna müharibəsinin dayanacağını və dayandırılacağını gözləmirəm açığı. Çünki bu müharibənin dayanması üçün Rusiyanın irəli sürdüyü şərtlər həddindən artıq ağırdır və Ukrayna tərəfindən də qəbul edilən deyil. Bu arada xarici media Trump-Putin görüşünün təxirə salınma ehtimalının olduğunu yazır. Əsas səbəb kimi Rusiyanın mövqeyinin hələ də maksimalist yanaşmadan uzaqlaşmaması göstərilir. Bu səbəbdən ABŞ-nin dövlət katibi Marco Rubio planlaşdırılan Budapeşt görüşündə ABŞ prezidenti Donald Trump və Rusiya lideri Vladimir Putin arasında görüşün keçirilməsini tövsiyə etməyəcəyini bildirib.